Herkese salam kızlar, kanalıma hamınız xoş gəlmisiniz. Bugün sizinlə birlikdə burada görmüş olduğunuz bitən məhsullarımı yorumlamağa gəlmişik. Hansı məhsulları bəyənirəm, hansıları bəyənməmişəm, onlardan danışacağıq. Bu arada bitənlərim əslində çoxdur. Çoxdur dediyim 15-20 dənə olar, amma mən siz sıxılmayasınız deyə istəyirəm ki 10 dənəsini bugün danışaq. Əgər videonu bəyənsəniz yenə davamını sizlər üçün çəkərəm. Mənim üçün çox maraqlıdır ki, həm məhsulların bitəndə çox sevinirəm. Çünki onları işlətmişəm, artıq bitiblər və yenisini almaq üçün həyəcanlanıram. Və bu dəfəki, yəni bitənlərimdə istədim ki, elə şeylər seçim ki, həm bədən üçün, həm saç, həm üz qulluğu, makyaj, pomada, tanani, Rexona belə ayırmışam ki, hər kateqoriyadan belə deyim məhsullar olsun və sizə maraqlı olsun. Gəlin birinciyə başlayaq elə Victoria's Secret-dən. Deməli, mən bunu bəyənirəm. Baxın, Victoria's Secret-in Amber növüdür bu. Bunun məndə ikili dəst olaraq mənə ad günümdə bu hədiyyə edilmişdi. Hətta onu da sizə göstərim. Bunu hələ bitirməmişəm. Baxın, bu kremidir, bədən kremi. Bu isə gördüyünüz kimi hələ yarlanmamışam belə. Yardan biraz yuxarıdadır. Bu isə çox gözəldir, amma artıq dibinə qədər bitirmişəm bu kremini. Bəzi insanlar bəyənmir, qalıcılığını sevmir. Amma mən bəyənirəm. Əsas da əgər spreyini istifadə edəcəksinizsə, o zaman çox bəyənəcəksiniz. Mən duşdan sonra kremini vururam, ondan sonra spreyini vururam və gördüm ki, bu tez bitib. Getdim özümə, yenisini aldım. Baxın. Getdim vanillasını aldım. Mən vanil iyisini çox sevirəm. Bu isə zərli, şümerli bir vanildir. Çox qəşəngdir. Yəni mən bunu hər dəfə vuranda qızlar məndən soruşur ki, əsasən də iş yoldaşlarım işləyərkən məndən soruşurdular ki, hansı ətri vurmuşsan? Əslində bu ətir deyil. Mən bu bədən kreminin üstündən də spreyini vururdum. Bir gün boyunca mənə qalıcı olurdu. Hətta qapağını belə açmamışam. İyisi o qədər gəlir ki, o qədər bəyənirəm ki, möhtəşəmdir də, yəni bir sözlə. Bunu daha çox mən yaya yaraşdırıram. Çünki qışda biraz zərli həm görünmürdü, amma günəş işığında o qədər gözəl parlayır ki, əgər almamısınızsa almanızı tövsiyə eləyərəm. Bu arada mən alanda hər biri 35 manat idi, amma endirmə düşəndə 29 manata düşür. Arzumda, realda hansı kosmetik mağazada istəsəz, endirimlərini gözləsəz 30 manata da düşür. Deməli, birinci ürünümüz Amber idi və mən buna 10 üzərindən 10 verirəm. Çox qəşəngdir. Çox xoşum gəlir və bitəndən sonra da başqa növünə keçəcəm. Hətta mən sizinlər üçün bir dənə video çəkmişdim, hansı ki Vüsalənin kosmetika xonçası üçün biz bazarlığa getmişdik. Yəni ki, kosmetik xonçasını yığmaq üçün getmişdik almağa. Orada mən gördüm ki, Victoria's Secret-in yeni növləri çıxıb. Sizə videoda onu göstərəcəm. Onların da iyisi çox qəşəngdir. Sadəcə əlimdə var deyə mən almadım, amma bitən kimi alacağım. İndi isə sizə danışmaq istəyirəm. Burada bədəndən getmişkən elə Rexona ilə davam eləyək. Gündəmimiz Rexona kullanın. Duşdan sonra Rexona kullan. Gerçəkdən doğrudan da deyirəm. Rexona bizim həyatımızda vazgeçilməz olmalıdır məncə. Amma bir şey deyəcəm sizə ki, məsələn mən ən sevdiyim Rexona'nın bu növüdür. Sexy Bogot. Necə oxunursa artıq. Bu növünü mən çox sevirdim, amma təzəcə bir məlumat öyrəndim. Bilmirəm, siz də bilirsiniz, yoxsa yox. Məyərsə Rexona'ların içərisində alüminium olmayanını istifadə eləməliyik ki, bu qolaltı vəzlərində pis xəstəlik yaranmasın. Bu xəstəliklərin qarşısını almaq üçün istifadə elədiyimiz Rexona'ların içərisində alüminium olmamalıdır və mən tez bu xəbəri bilən kimi gəldim, istifadə elədim Rexona'nın içinə baxdım ki, görüm var yoxsa yox, var imiş. Çox təəssüflər olsun, bir də almayacağım. Əslində o xəbəri görməmişdən əvvəl məndən soruşsanız, mən bu Rexona'ya 10 üzərindən 10 verərdim və gedib alardım. Amma çox təəssüflər olsun ki, içinə alüminium vurursunuz. Xahiş edirəm, çıxardın. Olmaz. Bugün həm də mən getdim marketə. Çox merak etdim ki, Nivea'dır, Garnier'dir, Fa'dır, sonra başqa markalar da vardı. Dedim, görüm onların hamısının içində alüminium var və nə görsəm yaxşıdır. Bəli, hamısının içində alüminium varmış. Hətta alüminium olmayanı görmədim. Bir dənə Səbuinin də mənim də işlətdiyimiz bir dənə Rexona var. İndi sizə göstərim. Baxın, bu da az qalıb. Dry Idea. Yəqin ki, istifadə eləmişsiniz, bilirsiniz və yaxud da üzü tanışdı sizə. Bunun içərisində alüminium yox imiş.
o qədər sevindim ki, yəni bu bizim ortaq istifadə elədiyimiz və çox bəyəndiyimiz bir Rexonadır. Hətta bu qədər qalıb belə. Bu da bitənlər sayılır, amma bunu əlavə etmirəm. Sadəcə sizə misal olsun deyə göstərirəm ki, mən bilməsəydim bu məlumatı, bunu sizə önərərdim, amma içində alüminium varmış. Heç özüm də almayacağım. Siz də diqqətli olun, Rexona alarkən içində alüminium olmasın. Amma bunu ala bilərsiniz. Qiyməti 15 manatdır bunun. Bunun isə qiyməti 8 manatdır. Rexona 8, bu 15. Amma deyərdim ki, qalıcılığı möhtəşəm. 72 saata qədər qoruyur. Bizdəki pudra qoxuludur. Çox qəşəng iyisi var. Çox möhtəşəm. Buna 15 manata qiymət verirsiniz, amma ucuz bir Rexona alıb içində alüminium olanı alsanız və pis xəstəliyə tutulsanız nə qədər pul tökəcəyinizi düşünün. Ona görə də sağlığınız hər şeydən önəmlidir. Özünüzə yaxşı baxın, özünüzü qoruyun və araşdırın. Əgər istəyirsinizsə bu haqda araşdırın və içində alüminium olmayan Rexonalardan istifadə edin. Bu da ikinci məhsulumuz idi. Daha doğrusu bitənlərdə bu ikinci məhsulumuz idi. Alüminium var deyə sənə veda ediyoruz. Bu məsləhət görürük. Keçək. Bədəndən danışmışkən, bədən başqa. Gəlin, yay yaxınlaşmışkən mənim ən həyəcanlandığım, üstü artıq yeyilib, 2 ildir istifadə edirəm. Bu Eda Taşpınarın, danışırdıq bundan, Eda Taşpınarın bədən yağıdır. Mən bunun mini boyuna almışdım və bitirmişəm, görünmür. Tünd rəng olduğu üçün bilinmir. Mən bunu artıq bitirmişəm. Çox sevərək istifadə eləyirdim. Çox qəşəngdir zaqar almaq üçün. Mən yayda dənizə gedərkən bundan istifadə eləyirəm. Çox bəyənirəm. Bu arada Adel buradadır. Gördüyünüz üzrə yatmışdı, durdu, gəldi və yenə yanımızdadır. Əgər səslər gəlsə, bilin ki, Adel buradadır. Bu məhsulu deyirdim. Əgər siz də zaqar almaq istəyirsinizsə, hansı məhsulu istifadə edəcəyinizi bilmirsinizsə, Eda Taşpınarın yağını ala bilərsiniz. Çox az damla almaq belə bəs eləyir ki, yəni zaqar ala bilərsiniz. Mən çox bəyənirəm. Yayda vazgeçilməzəm budur. Balaca boyunu keçən almışdım, sınamaq üçün çox bəyəndim. Bu il isə bunu artıq böyük boyunu alacağım və zaten mənim çantamda da görəcəksiniz yayda dənizə gedərkən. Keçirik qızlar digər məhsullara. Burada kosmetikaya keçməmişdən öncə bir də sizə saçla bağlı bir məhsul göstərəcəm. Hansı ki, bu da bitib. Bu isə Glisin saç maskasıdır. Qiyməti 6 manat idi. Mən əlimdə hal-hazırda bitən maska bitmişdi və marketə girmişdim. Bunu gördüm və alıb denəmək istədim. Bəyəndim, pis deyil, amma yenə alaram mı? Yox. Baxın, hətta bitirmişəm. Dibinə qədər istifadə eləmişəm. İyisi qəşəng idi və mənim saçlarım dibləri yağlı, ucları isə çox qurudur. Yəqin ki, düşünürəm ki, çox fənləməkdəndir. Amma saç maskası 10 üzərindən 5 verərəm. Əgər uyğun qiymətli axtarsınızsa ala bilərsiniz, istifadə edə bilərsiniz. Amma mən artıq başqa məhsullar istifadə edəcəm. Hətta bugün marketə getmişəm, bir dənə daha məhsul almışam, sınayacağım. O da bitəndə sizinlə yenə fikirlərimi bölüşəcəm. İndi gələk, birazdan kosmetikadan danışaq. Üz baxımından danışaq, ondan sonra isə kosmetikaya keçək. Bu isə mənim bitən Altera markasının belə misələr suyudur. Bu məndə haradasa 1 ildir ki var, amma 1 ildir mən makyaj silməyimə baxmayaraq. Bu, baxın, çox, hətta biraz azca dibində qalıb. Görürsünüz, bu qədər dibində qalıb. Mən bunu bir türlü bitirə bilmədim, çünki heç bəyənmədim. Makyajı yaxşı çıxartmır. Əslində Altera markası vegan tərkibidir. Yəni heyvanlar üzərində test edilmir. Rossmannlarda satılır. Bu arada Rossmandan almışdım. Tərkibində aloe vera var, amma heç bəyənmədim. Makyaj demək olar ki, mən pamıq diski qoyurdum, ovalayırdım. Gərək çoxlu belə üstündə saxlayasınız ki, makyajı çıxarsın. Ona görə də bizdə heç vaxt almaram. Bu isə 10 üzərindən 4 verirəm buna. Sadəcə heyvanlar üzərində test edilmir deyə 0 da vermək istəmədim. Yaxşı markadır. Bəzi şeylər var ki, kosmetik olaraq yaxşıdır, amma bu olmamış.
Sizə məsləhət görərdim ki, makyaj çıxartma məhsullar, missiyalar suyu istəyirsinizsə və uyğun qiymətli istəyirsinizsə, o zaman Garnier alın. Hətta Trendyoldan vurun, daha ucuz gəlsin. Mən sizə hətta göstərim ki, mən necə Garnier aşığıyam. Məsələn, biri elə burada istifadə elədiyim Garnierin bu missiyalar suyudur. Çox bəyənirəm, məsəl üçün. Özüm üçün stoklamışam. Baxın, belə. Bunları isə Trendyoldan sifariş eləmişdim. Sizinlə birlikdə vlogda yadınızda alırsa çox bəyənirəm. Görürsünüz, hətta əlimin altına biri alınan biri hədiyyə idi. Trendyoldan vura bilərsiniz. İndi isə gəlin gözaltı serumundan danışaq. Mənim baxım videolarımın altında bu serumu siz görmüşdünüz. Ordinary'nin, Ordinary'nin gözaltı qaraqları üçün istifadə olunan bu serumu yarıdadır. Nədənsə bitirə bilmədim. Mən əslində sevdiyim məhsulları tez bitirəm. Bəlkə də çox nadirən istifadə elədim. Məsələn, 2 gün istifadə elədim, bir gün ara verdim. Sonra yenə bir təsirini görə bilmədim. Bir də mənim yuxu problemim. Yəni, elə bir vaxtda istifadə edirdim ki, Adel təzə dünyaya gəlmişdi və mən yata bilmirdim. Gecə yatırdıq, oyanırdı. Ona görə mənim göz altlarım dəhşətli dərəcədə qaralırdı. Bəlkə də ona görə təsirini görə bilmədim deyə bu məhsula şans verə bilmədim. Vaxtı keçdi, amma içində yarısına qədər məhsul var. Heyif oldu, amma edəcək bir şey yoxdur. Çünki artıq vaxtı keçib, ona görə istifadə eləmirəm. Bəlkə də düzənli istifadə eləsəydim təsirini görərdim. Amma düzənli istifadə eləsəm də yenə gecə rutinim və rutinim olmadığı üçün ona görə də bir təsirini görə bilmədim. Əgər siz istifadə edib bəyənmişsinizsə, mənə yorumlarda yazarsınız. İndi gəlirik kosmetikaya. Başlamaq istəyirəm Tanalini ilə. Mənim ən sevdiyim, ən uyğun qiymətli, üzdə qaymaq kimi duran Wet n Wild'ın bu Tanalisi. Mən bu arada öz rəngimi də deyim. Çünki əgər danışıram, sonra bəyənib məndən nömrəsini istəyirsə, ona görə indidən deyim. Məndəki rəngi Devni Lumineux. Belə oxunur hər halda. Yaxınlaşdırın, belə siz alın istəyirsiniz. Baxın, burada qeyd olunub. Çox uyğun qiymətli, çox qəşəng bir Tanalinidir. Mütləq almanızı məsləhət görərəm. Hətta keçən dəfə dediyim kimi Müsalənin kosmetika xonçasını yığmağa gedərkən mən bunu realda gördüm. Qiyməti hardasa 11 manat idi, səhv eləmirəmsə. Yəni uyğun qiymətli və böyük ölçüdə bir tonal kremdir. Mən istərəm ki, alıb buna bir şans verəsiniz. Əminəm ki, çox bəyənəcəksiniz. Buna isə 10 üzərindən 10 verirəm. Mən də gedib götürəcəm. Sadəcə hal-hazırda əlimdə o qədər tonal krem var ki, istəyirəm ki, onlar heç olmasa biraz azalsın ki, mən yenisini ala bilim. Çünki bilirsiniz ki, krem teksturalı məhsullar tez vaxtları keçir. Amma toz pudra formada olanların isə ömürlük qalıcıdırlar. Sonra gəlirik qaş sabitləməyə. Artıq dünyada gündəm olan qaşlarımız yuxarıya doğru olmalıdır. Sabitlənməlidir. Bu görüntünü çox sevirik. Clean Girl. Ümid edirəm ki, səsimi eşidirsiniz. Clean Girl effekti verir. Ona görə də biz çox bəyənirik. Mən isə bu viral oldu və hər kəs, bütün blogerlər bunu məsləhət gördülər. Hansı ki, Jov'un qaş sabitləyicisi. Amma mən bəyənə bilmədim. Ya qaşlarım, əslində o qədər də qaşım yoxdur. Yəni çox seyrək qaşım olmağına baxmayaraq mənim qaşlarımı sabitləyə bilmədi. Anlıq sabitləmə verir, amma ki 1-2 saat sonra qaşlar düşür. Ona görə də bunu bəyənmədim. Getdim başqa məhsul aldım və hətta istifadə eləyə bilmədim. Vaxtı keçdi, rəngi dəyişdi və bu formada qaldı. 10 üzərindən 2 bal verirəm. Mən heç kimə 0 verə bilmirəm. Ona görə də 2 verəcəm. Çünki anlıq məni idarə edirdi. Boyu da böyük olduğu üçün üstə də daşıyıb eləmək olmurdu. Amma ağ rəng vermir. Onu deyə bilərəm. Qaldı son 2 məhsulumuz qızlar. Hansı ki bunlar? Bir-bir göstərim. Biri Benefit'in belə mini boy, səyahət boy bronzeridir. Hətta qırmışam. İçin açım göstərim. Bitirmişəm, yemişəm. Baxın. Mən bunun böyük boyu varmı, yoxmu soruşacağım mütləq. Çünki bu dörtlü belə Setan da satırdı dörtlü. Burada da elə onlarda hazır ənlik, highlighter və bronzer seti kimi idi. İndi
tapa bildiyimi sizə göstərəcəm. Elə hamısını tapdım. 4 məhsul, 4 dənə mini boyu, baxın bu formada. 4 dənə mini boyu 80 manat idi. Benefit markasının. Gəlin bir-bir sizə göstərim bunları. Biri ənlikdir. Sevirəm və bitirmişəm. Gəlin birlikdə açaq. Baxın. İlk ənliyimdir ki, dibini görmüşəm. Bunu işdə, yəni işləyərkən çantama atmaq üçün çox sevirdim. Bir bunu, bir də bronzerını. İkisini çantama atırdım. Çünki boydu və daşımaq çox asan idi. Bu ikisini çantama atırdım və daşıyırdım. Çox rahatdır və çox qəşəngdə görüntü verirlər. İkisini də çox bəyənirəm. Digərləri isə bunu da qırmışam. Baxın. Bu da ənlikdir. Çox bəyənirəm. İstifadə eləyirəm. Sadəcə əlimdən düşüb qırılıb. Və bu isə heç istifadə eləməmişəm. Başa düşmürəm bu nə rəngdə. Əgər highlighterdirsa, mənim rəngimə çox tündür, bilinmir. İstifadə eləməmişəm. Bunlar arasında bitən, sadəcə bu benefit olduğu üçün bunu sizə göstərmək istədim. Çox bəyəndim. Əgər böyük varsa, mütləq vloglarda sizə göstərəcəm və alacam. 10 üzərindən 8 verirəm. 2 puan isə qalıcılığına qırıram. Çünki haradasa 4-5 saat tutur, sonra yeniləməyiniz lazım olur. Və gəlirik son məhsula və mənim ən sevdiyim məhsuldur bu. Hansı ki, MAC-in dodaq boyası. Bilmirəm, MAC-in dodaq boyasını heç istifadə eləmişsinizmi? Mən əvvəl düşünürdüm ki, bu arada MAC-in dodaq boyasına bu qədər pul vermək, yəni mənasızdır. Niyə insanlar gedir bu qədər pul verir? Amma bir dəfə istifadə eləyəndən sonra siz onun sadəcə bağımlısı olursunuz. Gedirsiniz, birini daha alırsınız. Bu hələ bitməyib. Ona görə bunu göstərirəm. Bu, deməli, Sultry Move rəngidir məndəki. Baxın. Bitirmək nə kəlimə, yeyib qutarmışam, dibini sıyırmışam. Hətta o qədər sevirəm ki, fırçanı alıram, belə bir fırça. Baxın. Bunun içinə belə eləyirəm və dodaqlarıma vururam. Çox bəyənirəm, çox qəşəngdir. Niyə bəyənirəm desəniz, çox qəşəng nəmləndirir. O qədər yüngüldür ki, mən başqa dodaq boyalarda istifadə eləmişəm. Amma bunun qədər yüngülünü heç görməmişəm, heç istifadə eləməmişəm. Çox qəşəngdir qiymətini. Qəpik-qəpiyinə qədər haqq edən bir üründür, türklər demişkən. Və yenə alacam mütləq. Hətta ikili bunların setləri çıxıb 55 manata. Onu da videoda sizə göstərəcəm hətta. Bunun biri isə normalda 50 manatdır. Amma ikilisi 55 manata indirimdə düşür. Mütləq alın. Məndə digər rəngi isə qırmızı rəngidir. Bu arada mən MAC-in dodaq boyasına 10 üzərindən 10 verirəm. Nəmləndirir, qalıcıdır və çox gözəldir. Mütləq almanızı önərirəm. Məndəki digər rəngi isə belə qırmızı pomadadır. Bunu isə gündəlik istifadə eləmirəm. Harasa gedəndə istifadə edirəm və yaxud da özəl gündə istifadə elədiyim üçün bu qədər qalıb. Amma digəri günlük bir rəng olduğu üçün bunu demək olar ki, yayda hər gün istifadə elədim və bitirdim. İndi isə dibini sıyırıram. Onu bura qədər izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm qızlar. Ümid edirəm ki, videolarımı bəyənirsiniz və görürəm. Yorumlarda mənə yazırsınız ki, belə davam elə, dayanma, pes etmə, narahat olmayın. Devam edəcəm, sizlər üçün videolar çəkəcəm və çalışıram ki, sizin üçün faydalı olan videolar çəkim və sizə ilham ola bilim. Ümid edirəm ki, bunu da başara bilirəm. Əslində yazdığınız yorumlardan görürəm ki, çox da yaxşı bacarıram. İnşallah belə də davam edər. Bu videonun Bitənlər video serisinin davamını gəlməsini istəyirsinizsə, yorumlarda mütləq yazın və bəyənin ki, mən görüm ki, bu video çox bəyənildi və mən yenisini çəkim. Başqa deyəcəyim. Mən əslində belə videolar izləməyi çox sevirəm. Nəyə görə? Çünki mənə bir fikir olur ki, mən gedib məsələn bir mağazada bu kikonu görürəmsə əgər, məndə artıq məsələn bir fikir formalaşır ki, mən bu məhsul haqqında nə bilirəm, nə danışılıb bilirəm. Ona görə də bir fikir formalaşır deyə mən belə videoları çox sevirəm. Siz də məsələn artıq məsələn tutaq ki, Vetanvardı görəndə hə bu yaxşı məhsuldur, gedib ala bilərəm deyəcəksiniz və yaxud da Ordinarinin serumu və yaxud da Victoria haqqında heç istifadə eləməmsinizsə, bilmirsinizsə, bir bronzlaşdırıcı yağ axtarırsınız, nə alacağınızı bilmirsinizsə, narahat olmayın. Səmbər buradadır. Sizə hər şeyi göstərəcək və deyəcək. Ona görə də videonu çox sıxıcı olmasın deyə 10 dənə məhsul seçdim bu videoda. Amma
artıq bitənlərim çoxalır və sizinlə paylaşmaq istəyirəm. Çünki bunları evdə tutmaq istəmirəm, zibilə atmaq istəyirəm bitənləri. Sadəcə istədim ki, atmamışdan əvvəl sizin üçün bunu danışım, paylaşım. Gəl. Və burada səbirsizlənən bir qızımız daha var. Buradakı məhsulların hamısı sənindir qızım. Bəli. Biz sizə sağ ol deyirik. Ateş, sağ ol elə. Biz sizə sağ ol deyirik. Başqa videolarda görüşənədək sizi çox sevirik. Hələlik. Qızım, denən ki, kanala abunə olun. Adil şu an kosmetika dünyasını görüb hayran qaldı. Başqa videolarda görüşənədək abunə olmağı unutmayın. Sizi çox sevirəm. Bye bye.